Salam əziz və hörmətli televiziya tamaşaçıları, Din və Cəmiyyət verilişinin növbəti buraxılışı efirdədir. Bugünkü proqramımız intiqam və əfv mövzusuna həsr edilmişdir. Məlum olduğu kimi, idealist fəlsəfi dünya görüşündə insan ruh və bədəndən ibarətdir. Bu dualizm insanın bütün həyat mərhələlərində təzahür edir. İslam fəlsəfəsinə görə insanın yaradılış məqsədlərindən biri də ali əxlaqi dəyərlərə yiyələnmək, mənəvi kamilliyə yetişməkdir. Bugünkü proqramımızda intiqam və əfv mövzusu kontekstində əxlaqi dəyərlərin əhəmiyyəti, insanın mənəvi kamilliyə yetişməsi məsələsi və s. mövzuları müzakirə edəcəyik. Lakin ilk əvvəl sizi ənənəvi olaraq Quran ayələri rubrikasını izləməyə və dinləməyə dəvət edirəm. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ هَذِهِ جَهَنَّمُ الَّتِي كُنتُمْ تُوعَدُونَ اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ اليوم نختم على أفواههم وتكلمنا أيديهم وتشهد أرجلهم بما كانوا يكسبون. Hörmətli tamaşaçılar, verilişimizin bugünkü qonağı Xanım Fatimə Zəhra Məscidinin imam müavini, Azərbaycan İlahiyyat İnstitutunun məzunu Fərid Qasımzadədir. Xoş gördük Fərid bəy, salamlayırıq sizi. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Mən də sizi salamlayıram. Çox xoş gördük. Təşəkkür edirəm sizə. Biz sizə təşəkkür edirik. Bugünkü mövzumuz əxlaq mövzusu kontekstində intiqam və əfv məsələsinə həsr edilmişdir. Ümumiyyətlə, biz girişdə də qeyd etdik ki, insan özü mürəkkəb bir varlıq kimi bədən və ruhdan ibarətdir və bu dualizm insanın həyatının bütün mərhələlərində bu və ya digər şəkildə təzahür edir. Yəni, o mənada ki, insan ruhu aləmi, mənəvi aləmi bir-birinə zidd olan, daha dəqiq desək, əxlaqi fəzilətlərlə rəzilətlərin toqquşduğu, müharibə apardığı böyük bir döyüş meydanıdır və insanın üzərinə düşən məsələlərdən də biri öz nəfsini pis işlərdən qorumaq, şər düşüncələrdən mühafizə edib mənəvi kamilliyə yetişməkdir. Bu kontekstdə əlbəttə əxlaq və əxlaq dəyərləri çox əhəmiyyətlidir. Mən intiqam və əfv mövzusuna daxil olmamışdan əvvəl Fərid bəy istərdim əxlaqın, mənəvi təmizlənmənin, nəfsi təzkiyənin insan həyatındakı rolundan biraz söhbət açaq. Allah Müteal Qur'an-ı Kərimə diqqət etsək, Qur'an-ı Kərimdə insanların öz nəfslərini təskiyə etməsini insanlara tövsiyə olaraq bildirir. Misal üçün Qur'an-ı Kərimdə Allah Müteal buyurur ki, Bismillahirrahmanirrahim, Qad əfləhə mən zəkkəhə. Nəfsinizi təmizləyin ki, kim nəfsini təskiyə etmiş olsa, o nicət tapmış olacaq. Əgər elə olmasa, ardıca da buyurur ki, Vaqad xəbə mən dəssəhə. Kim nəfsinə mürtəkib olmuş olsa, yəni nəfsini təskiyə etməsə, onda həmin şəxs mənəvi baxımından tənəzzülə uğramış olacaq. Gözəl əxlaqın da insanın yaradılışında önəmi çox, mahiyyətcə çox vacib bir mövzudur və çox əsaslı bir məsələdir ki, insan gözəl əxlaq sahibi olmalıdır. Baxsanız, Qur'an-ı Kərim Hz. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi tərif edərkən onun böyük əxlaq üzərində olduğunu bildirir. Hz. Peyğəmbər sallavatullahın özü də gözəl əxlaq barəsində buyururdu ki, Husnul xuluq nisfu din. Gözəl əxlaq dinin yarısıdır. Yəni, biz gözəl əxlaqdan danışanda bilməliyik ki, din başdan başa gözəllik olduğu kimi,
əxlaq da gözəl olduğu üçün Allah bəndəsini əxlaqlı görmək istəyir. Əgər elə olmasa, bir insan hər nə qədər ibadət etsə belə, onun əxlaqi fəzilətləri olmasa, onda onun imanı da olmaz. Yəni, bir insanın imanının göstəricilərindən biri də onun əxlaqlı olmasıdır. Əxlaqlı olduğu zaman digər iman xüsusiyyətlərini də biz onda axtara bilərik və yaxud görə bilərik. Təşəkkür edirəm Fərid bəy. Çox düz qeyd etdiniz ki, İslam böyük bir əxlaqdır. Yəni İslam husnul xuluq. Yəni İslamın əsas mahiyyət və qaydalarından biri dinimizin bizə təqdim etdiyi və tələb etdiyi, istədiyi məsələlərdən biri də əxlaqi keyfiyyətlərə yiyələnmək və onları nəinki nəzəri şəkildə müəyyənləşdirib bilmək, həm də onu tətbiqi formada, əməli şəkildə izhar etmək və onu tətbiq etməkdir. Təbii ki, intiqam və əf mövzusu da əxlaq dəyərlər sisteminə daxil olan mövzulardan biridir. İntiqam ola bilər ki, insanın cəzalandırma duyğusundan, əfv etmək isə insanın mərhəmət və şəfqət hisslərindən doğan və bir-birinə zidd olan hüquqi, insani, psixoloji amillərdir. İstərdim bu haqda məlumat verəsiniz Fərid bəy. İntiqam və əfv, bu tandem və bunun biz necə qəbul etməliyik və bu məsələyə necə yanaşmalıyıq? Bu mövzu barəsində biz yenə də dinimizin göstərişlərinə baxmış olsaq, Allah Müteal barəsində biz danışarkən bilirik ki, Allah özünü Bismillahirrahmanirrahim, Rəhman və Rəhim olan Allahın adı ilə deyərkən, Rəhman və Rəhim olaraq tanıdır. Və Qur'an-ı Kərimdə də Allah Müteal özünün barəsində İnnallah Ğafurur Rahim, özünün bağışlayan olduğunu, insanların səhvlərini əfv edən olduğunu, insanlara mehriban yanaşan olduğunu bildirir. Məlum olur ki, Allah özü bağışlayan olduğu kimi bəndələrini də bağışlayan görmək istəyir. Amma siz çox doğru qeyd etdiniz ki, əfv etmək və intiqam almaq ifadə olaraq bir-birinə təzadlı şəkildə görünür, əks görünür. Dinimiz bizə bağışlamağı əmr edir, bağışlamağa təşviq edir. Baxsanız, Qur'an-ı Kərim qissələrindən Hz. Yusuf əleyhissalamın qissəsində Quran buyurur ki, qardaşları hər nə qədər Hz. Yusufa qarşı doğru davranmasalar belə, Hz. Yusuf əleyhissalam onlara bildirdi ki, səhvlərini onlar etiraf edəndən sonra Lə təsribə aleykumul yevm, yəxfirullah ləkum və huvə ərhamur rahimin. Hz. Yusuf onlara dedi ki, sizin üçün heç bir məzəmmət yoxdur, Allah sizi bağışlasın, yəni mən sizi bağışlamışam. Və buyurdu ki, o mehriban olanların ən mehribanıdır. Yəni, burada da əsas məqsəd budur ki, bağışlamaq, əfv etmək çox böyük bir əxlaqi xüsusiyyətdir. Burada sadəcə sözlü bağışlamaqdan söhbət getmir. Bağışlamağın özündə bir ruhi hazırlıq prosesi olmalıdır. Yəni, mən səni bağışladım, bununla da mövzu bitdi. Xeyr, ola bilər ki, insan dilində bağışladığını desin, amma qəlbində bağışlamamış olsun. Yəni, bağışlamaq üçün insan gərək özü mənəvi təskiyə etmiş olsun ki, biz girişdə də bu barədə danışdıq. Bu mənəvi təskiyədən sonra bağışlamaqla birinci özünün daxilində bunu həll etmiş olsun. Yəni, qarşı tərəfə artıq hər hansı bir pis bir xüsusiyyətlə davranmış olmasın, kin, küdurət göstərmiş olmasın. Və bundan sonra da biz baxsaq, Hz. Əli əleyhissalam bir ifadəsində buyurdu ki, İrham turham. Rəhm edin ki, sizə rəhm olunsun. Allah istəyir ki, bəndələr bir-birlərini bağışlasınlar və bu səbəb olacaq ki, Allah da bağışlayan bəndəsini bağışlayacaq. Həzrət Peyğəmbər salavatullah da bir hədisdə buyurdu ki, Aleykum bil affi, bir-birinizi əfv edin. Fə innəl affə lə yəzidul abdə illə izzən fətəavfəv yuizzəkumullah. Həzrət Peyğəmbər salavatullah kəlamın ardıca buyurdu ki, Allah, çünki həmin əfv edən şəxsin Allah izzətini artırır. Allah sizi izzətləndirsin deyə əfv edin. Yəni, əfv etmək Allah Mütealın yanında çox önəmli bir mövzudur. Məsələnin digər bir qismi də var. Qur'an-ı Kərim bəli buyurur ki, və cəzəu səyyiətin səyyiətun misluha. Hər bir pisliyin qarşılığı əvəzi pislikdir. Fəmən afa və əsləhə fəəcruhu ilallah. Həzrət Peyğəmbər salavatullahın kəlamına ilə uyğun olaraq baxsanız, bu ayədə də buyurulur ki,
Amma kim əfv etsə və islah işi görsə, bağışlamış olsa, həmin şəxsin də mükafatı Allahın öhdəsindədir. İnnehu la yuhibbuz zalimin. Allah zalim olanları sevmir. Zalim burada nə mənada? Kimsə kiməsə pislik edibsə, həmin tərəf də onun kimi elə cavab versin, Allah bunu sevmir. Yaxşı, bəs bu ayəni qeyd etdik, onda dinimizin buyruğu olan bəs intiqam mövzusunu nə edəcək? Axı Qur'an-ı Kərimdə buyurur ki, "Vəl hurumatu qisas", hörmətlər qarşılıqlıdır. İntiqam mövzusu bağışlamaqdan sonraki prosesdir. Elə mövzu var ki, onu bağışlamaq mümkün deyil. Orada bunun əyani nümunəsinə baxsaq, düşmən hücum edir və bizim torpaqlarımızı ələ keçirir. Onda siz onları necə bağışlaya bilərsiniz? Burada intiqam sizin təbii haqqınız olduğu kimi, haqqın yerinə gətirilməsi üçün yeganə yoldur. Çünki bəzən bunu bağışlamaq mümkün deyil. Bəli. Təşəkkür edirəm Fərid bəy. Çox vacib məsələni qeyd etdiniz ki, əfv etmək dinimizin tələbi və göstərişidir. İstər Qur'an-ı Kərimdə bu haqda onlarla ayələr var, birbaşa açıq şəkildə, o cümlədən İslam Peyğəmbərinin həm kəlamlarında, həm həyatında bu haqda kifayət qədər böyük nümunələrə rast gəlmək mümkündür. Qur'an-ı Kərimin bir ayəsində qeyd olunur ki, "Xuzil affə və əmr bil məruf", əfvi əsas götürün, mərhəməti, bağışlamağı əsas götürün və insanları yaxşı işlərə dəvət edin. Əlbəttə ki, əfv əsas mehvər olmalıdır, əsas mərkəzdə olmalıdır. Lakin bəzən də qeyd edirlər ki, ifrat mərhəmətdən mərəz doğar. Belə bir ifadə də var. Yəni, o yerdədir ki, artıq ədalətin sərhədləri aşır və çox mərhəmət göstərəndə, əfv göstərəndə qorxaqlığa və digər lazım olmayan, bəyənilməyən xüsusiyyətlərə gətirib çıxardar. Əlbəttə, burada mən hesab edirəm bir ədalətli yanaşma məsələsi də olmalıdır. Təbii ki, bizə olan haqsızlıqlar fərdi şəkildə bunu əfv etmək lazımdır, bağışlamaq lazımdır. Amma o haqsızlıqların miqyası ictimai, daha geniş müstəvidə olursa, mütləq bunun hüquqi şəkildə, ədalətli şəkildə cavabı verilməlidir. Necə ki, Məhəmməd Füzulinin məşhur bir əsəri, Hədiqətü Suada əsərində də bir yerdə şair çox gözəl qeyd edir ki, icazənsə mən onu oxuyardım. Deyir, əcz ilə dönmək ədudən səhildir, himmət tutub, ya şəhid olmaq gərək, ya intiqam almaq gərək. Bəli, siz də qeyd etdiniz ki, 30 il ərzində yağı düşmən bizə qarşı hücum etmişdi, torpaqlarımızı zəbt etmişdi və 1 milyondan çox insan Dədə Baba yurdundan didərgün düşmüşdü və burada əlbəttə ki, ədalət pozulmuşdur. Mütləq bunun cavabı ədalətli şəkildə verilməlidir və elə də oldu. Dövlət və xalq birliyi, iqtidar və xalq birliyi bu məsələni öz yerinə qoydu. Mən istərdim, Fərid bəy, digər bir mühüm məsələni qeyd edim, əfv məsələsi ilə bağlı. Əfv etmək, mərhəmət göstərməyin hansı psixoloji, ictimai faydalarını sadalamaq olar cəmiyyət üçün? Bəli, çox önəmli bir nöqtəyə toxundunuz. Biz bağışlamaq barəsində, əfv etmək barəsində danışarkən çox zaman sadəcə onun dini bir göstəriş olduğunu qeyd edirik. Halbuki əfv etməyin, əfv edə bilməyin psixoloji və ictimai təsirləri var. Birinci psixoloji təsir bundan ibarətdir ki, bir şəxs digər şəxsi nə qədər ki bağışlaya bilmirsə, həmin müddət ərzində hər zaman narahat olur. Çünki daxilində proses gedir və daxilində bağışlaya bilmədiyi insana qarşı bir qərəz hissi, kin, küdurət baş qaldırmış olur. Bu o zaman bitmiş olur ki, qarşı tərəfi bağışlaya bilirsə, artıq qarşı tərəfdən əvvəl özü ilə barışmış olur. Burada təkcə bağışlamaq demək, bəzən insanlar elə anlayır ki, bağışlamaq o deməkdir ki, hər şey əvvəlki kimi olacaq. Belə deyil. Dostoyevskinin bir ifadəsi var, deyir, sizi incidənlər sanki sizin qolunuzu da qırmış olurlar. Siz onları bağışladığınız zaman, bağışlasanız belə, bu onları qucaqlaya biləcəyiniz anlamına gəlmir.
Amma bağışlamaq nəyə görə yaxşıdır? Ona görə ki, mənəvi baxımdan siz rahat olursunuz. Nə qədər ki, bağışlamamısınız, o qədər narahatsınız. İctimai baxımdansa insanların bir-birini bağışlaması onların itirilmiş güvən hisslərinin bərpası deməkdir. İmam Baqir əleyhissalam bir kəlamında buyururdu ki, bir hədisdə, bağışlamağın peşmanlığı cəzalandırmanın peşmanlığından daha üstün və daha yüngüldür. Yəni, bir adamı bağışlayırsan, sonra zaman göstərir ki, onu bağışlamağa dəyməzmiş. Peşman olursan. Bu daha yüngüldür. Amma bir adamı cəzalandırırsan, zamanla aydın olur ki, gərək onu cəzalandırmayaydın. Amma onun vicdan əzabı daha ağırdır. Çünki onun da qarşılıqlı olaraq haqqı meydana gəlir. Bağışlamaq buna görə çox vacibdir. Əlbəttə, cəmiyyət baxımından sizin də qeyd etdiyiniz kimi, elə mövzular var ki, onların bağışlamağı fərdi şəkildə olur. Bir insan bir insana qarşı yanlış bir davranış göstərirsə, onu kim bağışlayır? Həmin yanlış ki, kimə qarşı edilib o. Amma bir insan ümumilikdə cəmiyyətə qarşı yanlış bir davranış göstərirsə, onun da gərək əfv diləyərkən onu cəmiyyətdən istəmiş olsun. Dinimizin də ona görə fərdi edilən tövbə və ictimai edilən tövbə adlı mövzusu var. Bu çox önəmli bir məsələdir. İntiqam bəzən elə bağışlamağın özü də ola bilir. Yəni, bəzən biz intiqamı çox ayırırıq. İntiqam elə, biz situasiyalara baxsaq, bəzən elə bağışlamağın bir hissəsidir. Çünki bəzən intiqam alınmasa, bağışlamaq qeyri-mümkün olur. İntiqamdan sonra bağışlamaq halı da mümkün olur. Bu mövzular elə mövzulardır ki, bu cəmiyyətdə də, istər dinimizin özündə də çox həssas bir mövzudur. Çünki bayaq da qeyd etdiyiniz, bağışlamağın da bir sərhəddi var. Bəzən bir insan yanlış edir, siz onun yanlışını bağışlayırsınız. Sonra görürsünüz ki, bu onu bağışlamağınızın özü tərbiyəvi bir xüsusda onun üçün bir rol oynamayıb. O etmiş olduğu yanlışı sonra yenə davam edir. Hətta bu azmış kimi dəfələrlə edir. Onda artıq onu bağışlamaq, onun üçün tərbiyəvi bir xüsusiyyət əks etdirmədiyi üçün heç də ona kömək etmiş olmur. Ona görə bu barədə də biz buna baxmalıyıq ki, bağışlamaq gərək tərbiyəvi bir xüsusda rol oynamış olsun. Təşəkkür edirəm Fərid bəy. Əziz tamaşaçılar, kiçik bir sujetimiz var. Gəlin onu izləyək. Verilişimizin digər mövzularını daha sonra müzakirə edəcəyik. Quba məscidi Məhəmməd Peyğəmbərin hicrətindən sonra Mədinə şəhərinin yaxınlığındakı Quba adlı kiçik bir məntəqədə tikilmiş ilk məsciddir. Mədinədən əvvəl müsəlmanların dayanacaq yeri bu ərazi olmuşdu. Belə ki, ilk mühacirlər Peyğəmbər hələ Mədinəyə gəlməmişdən əvvəl Quba deyilən ərazidə Əmr bin Əf oğullarına aid xurma qurudulan yeri məscid kimi istifadə edirdilər. O zaman qiblə Qüds şəhərindəki Beyt-il-Müqəddəs məscidi idi. Məhəmməd Peyğəmbər gəldikdən sonra isə buranı genişləndirərək məscid inşa etmişdir. Ərazi tikinti üçün hazır olduqdan sonra təməl daşını Peyğəmbər özü qoymuşdu. Məscid Əmmar ibn Yasir tərəfindən tamamlanıb və buna görə də o İslamda məscid tikən ilk insan kimi xatırlanır. Rəvayətə görə Peyğəmbər şənbə günlərinin sübh namazlarını bu məsciddə qılmışdı. Hörmətli tamaşaçılar, verilişimiz davam edir. Fərid bəy, çox mühüm məsələləri qeyd edirsiniz. Ümumiyyətlə, hətta qədim Yunan fəlsəfəsində, xüsusilə Aristotel insan ruhu aləminin 4 qüvvədən təşəkkül tapdığını və bu 4 qüvvənin də müxtəlif əxlaqi rəzilət və fəzilətləri meydana gətirdiyini qeyd edirdi. Biri əql qüvvəsidir, biri qəzəb qüvvəsidir, biri şəhvət qüvvəsidir, biri də vəhm qüvvəsidir. Bu 4 qüvvənin bir-biri ilə qarşılıqlı münasibətlərindən müəyyən istər müsbət xüsusiyyətlər formalaşır, istər mənfi xüsusiyyətlər. Burada əsas ölçü nədir? Qızıl ortanı tutmaq. Bu qızıl ortanın yeganə düsturu bizim nəyisə bağışlayarkən,
yaxud intiqam alarkən niyyətimizin Allahın razılığı üçün olmasıdır. Bəli. Burada qızıl orta Allahın razılığıdır. Bizim istər bağışlamaq mövzusunda, istərsə də intiqam almaq mövzusunda, bəzən cəmiyyətimizdə insanlarımızın əsas çətinlik çəkdiyi nöqtə bu olur ki, bağışlamaqla intiqam almağın yerini də doğru seçmirlər. Harada intiqam almalıyam, harada bağışlamalıyam. Gərək bağışlamaq da Allahın razılığı üçün olması birinci şərtdir. Gərək bağışlamaq da vaxtında olsun. Vaxtından keçmiş olmasın. İntiqam da gərək vaxtında olsun. Əlbəttə, intiqama biz təşviq etmirik dediyimiz kimi. Amma intiqam burada bağışlamaqla hər nə qədər təzadlı şəkildə görünsə də, əslində bir-birini tamamlayan məfhumlardır. Və siz düşünün ki, bağışlamaq var, amma intiqam yoxdur. Onda hamı bir-birindən su-istifadə edərdi. Qorxaqlığa yol açar bilər, hüquqların tapdalanmasına yol gətirə bilərdi. Digər tərəfdən düşünün ki, intiqam var, bağışlamaq yoxdur. Bəli, bu da böyük bir fəsadlara yol açar. Çox böyük fəsadlara. Allah əlbəttə özü bağışlayandır, insanların bağışlayan olmasını istəyir, amma hansı sərhəddə kimi? İnsanın özünün mənliyinin tapdanılmaması halına kimi. Əgər tapdanılacaqsa, insan öz mənliyini itirmiş olacaqsa, onun duyğularına zülm edilmiş olacaqsa, onda deyir ki, belə olan halda sənin bağışlamağını mən istəmirəm. Yəni, bağışlamaq özü də gözəldir, amma hər bir şeyin bir sərhəddi olduğu kimi bağışlamağın da bir sərhəddi var. Bir də gəlin, Fərid bəy, etiraf edək ki, bəzən bağışlamaq özü elə cəzalandırmaqdır. Elə Məhəmməd Peyğəmbərin də həyatında bu nümunəvi bir hadisəni qeyd etmək olar ki, onun əmsi şəhid Həmzəni qətlə yetirəni bağışlamaqla bir növ onu elə cəzalandırılmış oldu. Dostoyevskinin də bir ifadəsi var, deyir ki, ona qarşı pislik edənlər barəsində, deyir, sizə kimsə pislik edirsə, mərhəmətinizlə əzin onu, necə sarsıldığını görəcəksiniz. Həzrət Əlinin də belə bir kəlamı vardır ki, sizə pislik edənə yaxşılıq etməklə cavab verin və yaxud da onu yaxşılıq etməklə cəzalandırın. Həzrət Əli Əleyhissalam həyatından Xəndək döyüşündə baxsanız, intiqam alarkən Allahın razılığına görə intiqam alması da həmin o qızıl ortadır. Mən sözümü İmam Baqir Əleyhissalamın bir hədisi ilə bitirmək istəyirəm ki, İmam buyururdu ki, Allah Müteal çöl əhlindən olan bir şəxsi bu duasına görə bağışladı. Həmin şəxs Allahdan dua edərək əfv olunmasını istədi, mövzumuzla əlaqəli bağışlanmasını və belə dua etdi. İlahi, əgər mənə zülm versən, əzab versən, mən buna layiqəm. Əgər məni bağışlasan, sən buna layiqsən. Mövzumuzla əlaqədar elə Allah Mütealdan hər birimiz üçün bağışlanma istəyirəm və Allah Mütealdan sizin verilişinizin də hər zaman uğurlu olmasını diləyirəm. Təşəkkür edirəm Fərid bəy, çox maraqlı və çox məzmunlu həm söhbət olduğunuz üçün sizə çox dərin minnətdarlığımızı bildirir. Gələcək elmi, ictimai, pedaqoji fəaliyyətlərinizdə bol-bol uğurlar arzulayırıq. Əziz tamaşaçılar, bizə ayrılan vaxt sona çatır. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.